Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Əməkdar artist Sevinç Sarıyeva açıqlaması ilə diqqət çəkib. Ölkə az bildirir ki, xanəndə həyat yoldaşının iflas etdiyini deyib. Onun 100.000 manat ziyana düşdüyünü bildirən müğənni sözlərinə belə davam edib. Biznesimiz uğursuz olub. Həyat yoldaşımın biznesi idi. Ona dəstək oldum. Rəhmətli Zöhrə Abdullayeva ilə oturmuşduq. Dedi ki, bunun bir biznesləri var. Onun evinin yanında çörək bişirmə sexi, sonra bir neçə mağaza və gözəllik salonumuz olub. Ürəyi yumşaq adamdır. Biznesdə gərək qəddar olasan. Deyirdim ki, pulumuz var, gedək ev alaq. O isə etmədi. Deyirdim, böyük evdən, sürdüyüm maşından gəlir gəlməyəcək. 100.000 ziyana düşdük. Gərək azdan başlayasan. Bu da gedib bahalı malları alıb tökdü, sonra batdı.